اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Həzrəti Fatimə salamullahi əleyha 5 künyəyə malikdir. Onlardan ən məşhurları Ummul Əimmə, imamların anası və Ummu Əbihə, atasının anasıdır. Digərləri isə Ummul Həsən, Ummul Hüseyn, Həsənin anası, Hüseynin anası və Ummu Muhsin, Muhsinin anası. İmam Baqir əleyhissalam buyurur, Kənət Fatimətu tukənnə Ummu Əbihə. Həzrəti Fatimə atasının anası adı ilə künyələnmişdir. Bu künyə xanım Zəhra ilə atası Resul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm arasında mövcud olan 3 dərin bağlılığa işarədir. 1. Qəlbi, 2. Vücudi və 3. Nurlu bağlılıq. Başlayaq birincidən. Bilirsiniz ki, xanım Zəhra ilə Peyğəmbərimiz arasında dərin bir qəlbi bağlılıq mövcududur. Hakimin Müstədrək əsərində Ayşədən soruşurlar, Peyğəmbərə qadınların ən sevimlisi kimidir? Cavabında deyir, Fatimə. Soruşurlar, bəs kişilərdən kimidir? Cavabında deyir, Əli, salavatullahi əleyhimə. Həmçinin Ayşə deyir, Peyğəmbərin gediş-gəlişində, oturuşunda, duruşunda, davranışında Həzrəti Fatimədən daha çox ona bənzəyən birisini görmədim. O atasının yanına gələndə Resul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm ayağa qalxardı, onun 2 gözünün arasından öpərdi, öz yerində əyləşdirərdi, özü isə keçib onun qarşısında oturub qızı Fatimə ilə söhbət eləyərdi. Bildiyiniz kimi Peyğəmbərimiz yetim olub. Digər insanlar kimi ata-ana şəfqəti və mərhəməti görməyibdir. Lakin qızı Həzrəti Fatimə salamullahi əleyha ona ana əvəzi kimi idi. Xanım Zəhra atasına ananın övladına göstərdiyi şəfqəti və mərhəməti göstərirdi. Ona ana əvəzi kimi idi. O Resul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləmi ilk qarşılayan və yola salan son adam idi. Həzrəti Resul-i Əkrəmin yaralarını sarıyar, tərini silər, ona təsəlli verər və dayaq durardı. Peyğəmbərimizə ana əvəzi olduğuna görə Həzrəti Resul-i Əkrəm onu Ummu Əbihə, atasının anası deyə adlandırmışdı. Bu bir, qəlbi bağlılıq. İkincisi, vücudi bağlılıqdır. Nə deməkdir? Hər bir insanın varlığında 2 mənbə var. Birincisi, onun dünyaya gəlişini doğuran mənbədir, ana. İkincisi isə onun izini, nurunu və xatirəsini yaşadan mənbədir. Hər bir insanda bunlar var. Həmçinin
Rəsul-i Əkrəmdə də. Rəsul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləmin birinci mənbəsi onu dünyaya gətirən anası Aminə bintu Vəhəbdir. Lakin Rəsul-i Əkrəmin izini, nurunu və xatirəsini yaşadan ikinci mənbə isə Həzrəti Fatimə salamullahi əleyhadır. Bəli, Rəsul-i Əkrəmin nuru Həzrəti Fatimənin övladlarının vasitəsilə yaşadı. Bu gün də həmin nuru və Peyğəmbərimizin xatirəsini yaşadan Həzrəti Muntəzər Məhdi əleyhissalamdır. Sözü ərəb dilində həm anaya deyilir, həm də əsas, mərkəz və qaynaq kimi mənalar verir. Xanım Fatimətü Zəhra Rəsul-i Əkrəmin nurunu yaşadan mənbə və qaynaq olduğu üçün atası Həzrəti Rəsul-i Əkrəm onu Ummu Əbihə, atasının anası deyə adlandırmışdır. Quran-ı Kərimdə bu həqiqəti təsdiq edir, bəyan edir. Kevser surəsində Bismillahirrahmanirrahim. İnna a'taynakal Kevser. Həqiqətən biz sənə Kevseri verdik. Kevser çoxluq mənasında gəlir. Çoxluq deyəndə, yəni bitməyən xeyir və yaxud bitib tükənməyən bərəkət. Xanım Zəhra bitməyən, tükənməyən bərəkətdir ki, Peyğəmbər soyu onun vasitəsilə davam edir. O səbəbdən Allah-u Teala buyurur, biz sənə Kevseri verdik, bitib tükənməyən bərəkəti əta etdik. Xanım Zəhra mənbə, qaynaq olduğu üçün Peyğəmbərimiz onu atasının anası deyə adlandırmışdır. Üçüncü bağlılıq nurlu bağlılıqdır. Nə deməkdir? İki nur var. Nübüvvət nuru və imamət nuru. Nübüvvət nuru yaradılışın başlanğıcı ilə əlaqəlidir. Yəni bu nur Allah-u Teala'nın dünyanı yaratması və insanlara rəhbərlik etməyi nəzərdə tutan ilahi planın bir hissəsidir. Həmin nur peyğəmbərlərdə cisimləşir və Allah-u Teala peyğəmbərlər vasitəsilə insanlara öz iradəsini, hikmətini və qanunlarını çatdırır. Buna deyilir nübüvvət nuru. Amma imamət nuru yaradılışın idarəsi və kainatın tənzimlənməsi ilə bağlıdır. Yəni insanlara və aləmlərə düzgün rəhbərlik edən bir nurdur imamət nuru. İmamət nuru nübüvvət nurunun davamını təmin edən bir nurdur. Aralarında bu fərq var. Aha. Həzrəti Zəhra salamullahi əleyha kimdir? Həzrəti Zəhra nübüvvət və imamət nuru arasında olan bir körpüdür. İki nuru birləşdirən bir körpüdür. Diqqət edin Kisa hədisinə. Orada bir hissəni qeyd edirəm mövzu ilə əlaqəli olaraq. Həmin hissədə söhbət birinci xanım Zəhradan başlayır. Necədir? Allah-u Teala buyurur, ey mələklərim və ey mənim səmalarımda sakin olanlar, mən bina edilmiş səmanı, döşənmiş yeri,
nurlu ayı, parlaq günəşi, dövr edən fələyi, cari olan dənizi və seyr edən gəmini məhz əbanın altında olan bu 5 nəfərə xatir yaratdım. Cəbrail əmin soruşur, ey mənim Rəbbim, kimdir bu 5 nəfər? Allah-u Teala buyurur, Fatimə salamullah əleyha. Birinci Fatimədən başlanıldı. Allah-u Teala onlara xatir yarattım deyib adlarını sayanda əşrəful məxluqat, əfzəlul ənbiyadan da əvvəl onun qızı xanım Fatimətü Zəhra salamullah əleyhanın adını qeyd elədi. Həzrəti Fatimə cihad və fədakarlıq tarixinin bir uzantısıdır. Bu tarix xanım Xədicə salamullah əleyha ilə başlamış. Bilirsiniz də, xanım Xədicənin İslamın inkişafında, dirçəlməsində nə qədər fədakarlıqlar göstərmişdir. Necə çətinliklərə dözmüşdür, cihad etmişdir. Tarix xanım Xədicə ilə açıldı, Həzrəti Fatimə salamullah əleyha ilə davam elədi. Daha sonra onun davamını başqa bir nur gətirdi. O da Həzrəti Zeynəb Əqilə salamullahi əleyhadır. Xanım Xədicə ilə tarix açıldı, Həzrəti Zeynəb salamullahi əleyha ilə tamamlandı. Aha, Həzrəti Fatimə kimdir? Həzrəti Fatimə salamullahi əleyha həmçinin bu iki nur arasında da olan bir körpüdür. Bu iki nuru birləşdirən bir körpüdür. Xanım Xədicə salamullah əleyha kim idi? O bütün malını, mövqeyini İslam yolunda fəda etmişdi. Bu uca xanımın ölümü yaxınlaşanda Ummu Əymən daxil olur xanım Xədicənin yanına. Görür ki, xanım Xədicə salamullah əleyha ağlayır. Soruşur ki, ey möminlərin anası, ey Xədicə, Allah-u Teala sənə cənnətdə ev müjdəsi veribdi. Bu ağlamağının səbəbi nədir? Xanım Xədicə buyurur, mən özüm üçün ağlamıram. Əbki li həbibəti Fatimə, mən əzizim Fatimə üçün ağlayıram. Allah-u Teala bizi xanım Zəhra əzasında göz yaşı tökən, qəlbimizi xanım Zəhra dərdi ilə titrədən salih qullarından qərar versin.